Mərkəzi yolun kənarında yeni bir həyət evi satışa çıxıb. Zəhmət olmasa videoya sonadək baxın. Ev haqqında bütün məlumatlar video daxilində qeyd olunub. Kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Ev 2,2 sot torpaq sahəsində inşa olunub, 4 otaqdan ibarətdir. Sənədi kupçadır, evin və torpağın ipoteka üçün də yararlıdır. Əgər bank pulu ayırıbsa, ipoteka üçün əlaqə saxlaya bilərsiniz. Daxili kredit yoxdur. Fasadı qabançıq daşlardan üzlənib. Həyət qapısı jalüz qapıdır. Yolunda videonun əvvəlində göstərdim. Əsas yolun kənarında yerləşir. Evin də dörd bir tərəfinə keçid mümkündür. Qarşısında eyvanı da var. Yerləşmə yeri Sabunçu rayon Maçdağa qəsəbəsidir. Maçdağa notariusuna və mərkəzi yola da çox yaxın məsafədədir. Yəni giriş hissədə yerləşir. Və burada arxa hissədə əldamı və sanitar qovşağı və kombi yeri də var burada. Kombisi də quraşdırılıb. Sənədlər də qaydasında da qeyd etdiyim kimi evin və torpağın kupçası var. Həyətə də bir maşın rahatlıqla daxil olur. Bura eyvanı. Dəhliz polu laminatdır. Tavan hündürlüyü sondur. Sağ tərəfdə mətbəx yerləşir. Eyvana da çıxışı var. Mətbəx mebeli də quraşdırılıb hazırdır. İstilik sistemi də kombidir. Və sağda bir otaq. İkinci yataq otağı. Hamam və sanitar qovşaq. İkisi birlikdə. Aksesuarlar da quraşdırılıb hazırdır. Dəhlizin sonunda solda üçüncü otaq. Və girişdə sol tərəfdə isə qonaq otağı. Ev yerləşir Sabunçu rayon Maçdağa qəsəbəsində, mərkəzi yolun kənarındadır. 2,2 sotda 4 otaqdır, sənəd kupçadır, evin və torpağın ipoteka üçün də yararlıdır. Evin qiyməti 135.000 manat, real alıcıya indirim mümkündür. Qiyməti yenidən qeyd edim 135.000 manat. Bu və ya digər yalanlar üçün kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın.